Hər birinizi salamlayıram. Bu videoda onlayn Python dərsləri kampının ilk dərsini izah eləyəcəm. Ə, Əvvəlcə onlayn Python dərsləri kampı haqqında məlumat verim. Onlayn Python dərsləri kampında biz 2026-cı il Dövlət İmtahan Mərkəzi imtahanlarına, qəbul imtahanlarına qədər, informatika fənninə olan imtahanlara qədər Python dərslərini anlamağa və testlərini işləməyə çalışacağıq və hər bir videoda biz müxtəlif mövzulara toxunacağıq. Ümumiyyətlə bir videonun məğzi necə olacaq, o haqqda məlumat verim. Bir videoda biz hər hansı bir qeydləri, yəni mövzu ilə bağlı olan qeydləri, qaydaları, ondan sonra isə çalışmaları və möhkəmləndirmə testlərini və ən sonda isə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etmiş qəbul suallarına baxacağıq və ondan sonra isə ev tapşırıqlarını siz eləyəcəksiniz. Yəni hər bir dərsin özünə məxsus ev tapşırığı var. Və bu ev tapşırıqlarını siz PDF halında description hissəsində, bu videonun description hissəsində paylaşılmış linkdən WhatsApp qruplarımıza qoşularaq oradan əldə edə bilərsiniz. Və hər bir dərsin tapşırığı növbəti video dərsin başlanğıcında izah olunur və ondan sonra yeni dərs izah olunur. Elə isə vaxt itirmədən dərs 1 ilə başlayaq. Bu dərsdə biz Pythonda ilkin anlayışlar mövzusuna toxunacağıq. Python dərslərindən başlamaq üçün əvvəlcə biz dəyişən və dəyər anlayışlarını bilməliyik. Gəlin dəyişən və dəyər anlayışı nədir? Əvvəlcə onu müəyyənləşdirək. Dəyişən dediyimiz odur ki, artıq burada müəyyən bir, tutaq ki, info adlı bir dəyişənə hər hansı bir dəyər mənimsədirəm. Yəni, buradakı dəyişən anlayışı odur. Misal üçün, info dəyişəninə hər hansı bir və yaxud da Python dərsləri dəyərini mənimsətdim. İndi isə gəlin digər nümunəyə baxaq. Dərs bərabərdir 2025. Deməli, buradakı dəyişən olacaq nə? Dərs. Amma dəyər olacaq, yəni dəyişənə mənimsədilmiş dəyər nə olacaq? 2025. Ümumiyyətlə, biz belə anladıq ki, Pythonda müəyyən bir dəyişənlər var və bu dəyişənlərə hər hansı bir dəyərlər mənimsədilir. Misal üçün, yoxla dəyişəninə true dəyəri mənimsədilib. Və unutmamaq lazımdır ki, Pythonda dəyişənə istənilən ad qoymaq olmaz. Yəni, burada bir limitlər var. Nədir limitlər? Olmaz hissəsinə baxaq. Nələr olmaz Pythonda dəyişənə ad verən zaman? Boşluq simvolu olmaz. Yəni, dəyişəndə hər hansı bir boşluq simvolu olmamalıdır. Tutaq ki, yazıram my variable. Burada ortada boşluq olmamalıdır. Bəs mən boşluq effektini verən başqa hansı simvol istifadə edə bilərəm? Təbii ki, alt xəttdən istifadə etmək olar. Deməli, boşluq simvolu olmaz. Rəqəmlə başlamaq. Yəni, mən əgər my variable qısaca yazsam, my variable, bunun qarşısına 1, 2, hər hansı bir rəqəm, 9, 0 ata bilmərəm. Yəni, rəqəmlə başlamaq halı, deməli, dəyişənə ad verən zaman keçmir, yəni olmaz. Deməli, rəqəmlə başlamaq olmaz. Xüsusi işarələr. Xüsusi işarə dediyimiz nədir? Alt xəttdən başqa bütün işarələr, yəni hərflər, rəqəmlərdən başqa bütün işarələr xüsusi işarələr sayılır. Misal üçün, slash, ulduz, ola bilər çıxma işarəsi, toplama işarəsi, qoşa nöqtə, nöqtəli vergül, bu şəkildə. Yəni, bunlar olmaz. İstənilən mövqedən asılı olmayaraq olmaz. Rəqəmlə başlamaq olmaz, amma rəqəmlər olar. Boşluq simvolu da olmaz, onun əvəzinə alt xətt istifadə edə bilərik. İndi isə gəlin olar hissəsinə baxaq. Bayaq da dediyimiz kimi, sadəcə hərflər, yəni A-dan Z-ə bütün hərflər istifadə etmək olar. Rəqəmlər 0-dan 9-a qədər olar. Alt xətt olar. İndi isə gəlin, öyrəndiklərimizi möhkəmləndirmək üçün çalışma 1-ə baxaq. Aşağıdakı adlardan hansılar dəyişənə verilə bilməz? Deməli, A variantında alma sözünü görürəm. Bu mümkündür, çünki boşluq simvolu yoxdur, rəqəmlə başlama halı yoxdur, xüsusi işarə də yoxdur. Ona görə bu mümkündür. Keçdim B variantına. 2 kitab. Burada görürəm ki, rəqəmlə başlama halı var, ona görə bu olmaz. Say sözü olar, çünki hər hansı bir qayda pozuntusu yoxdur. Orta qiymət sözü. Əvvəlcə görünür ki, burada mümkündür, amma mümkün deyil. Çünki burada bir boşluq var.
Yəni boşluq əvəzinə alt xətt istifadə etmək olardı. Ona görə bu da olmaz. Result 99 mümkündür, çünki rəqəmlə başlama halı yoxdur, amma rəqəm istifadə olunub, problem deyil. Xüsusi işarə yoxdur, boşluq simvolu yoxdur. Ona görə bu mümkündür. Və burada görürəm ki, xüsusi bir işarə var. Deməli, daxilində xüsusi işarə işlətmək olmaz. Ona görə bu olmaz. For. Deməli, C variantına xüsusi diqqət yetirməyinizi istəyirəm. Ümumiyyətlə, Pythonda elə bir sözlər var ki, bunlar açar sözlər, yəni keywordslərdir. Bu keywordslər Pythonda istifadə oluna bilməz. Çünki onlar artıq hər hansı bir operator, hər hansı bir, nə bilim, hazır funksiyanın adıdır. Ona görə bunlar istifadə edilə bilməz, bilinməz, yəni dəyişən adlarında. Ona görə for sözü istifadə oluna bilməz. Çünki for keyworddur. Və bunları öyrəndikcə, keçdikcə öyrənəcəksiniz. Və bura gəldim. Data altdan xətt 1. Olar. Çünki hər hansı bir qayda pozuntusu yoxdur. Nə üçün? Çünki xüsusi işarə yoxdur. Yəni altdan xətti dediyi icazə var. Burada icazə var. Sonra rəqəmlə başlama halı yoxdur. Boşluq simvolu da yoxdur. X çıxılsın. Baxın, X çıxılsın Y. Burada X yerdə problem yoxdur. Amma burada çıxma işarəsi artıq xüsusi işarədir deyə bu olmaz. Və burada da bir problem yoxdur. Çünki alt xəttə icazə var, hərflərə icazə var. Boşluq da yoxdur. Ümid edirəm, aydındır. Gəlin dim soruş hissəsi ilə davam eləyək. Burada deməli 2 dənə dim sualı var, hansı ki Dövlət İmtahan Mərkəzinin imtahanlarında düşmüş suallardır. Birinci suala baxaq, deyir, Python dilində dəyişən adı ola bilməz. Deməli, ola bilməz soruşur, deməli 3 dənə qayda var idi, 3 dənə qaydanı pozmalıdır. Birincisi hansı idi? Boşluq. Boşluq olmalıdır ki, burada deməli problem olsun, yəni ola bilməsin dəyişən adı. İkinci, rəqəmlə başlama, rəqəmlə başla. Üçüncü isə deməli boşluq, rəqəmlə başlamaq və xüsusi işarə. Xüsusi, bir saniyə. İşarə. Xüsusi simvol. İndi bunlardan üçündən ən azı biri olmalıdır ki, ola bilməsin. Burada baxıram, heç biri yoxdur. Burada xüsusi işarə var, ulduz. Deməli, B variantı ola bilməz. C variantında hər hansı bir bunlardan biri yoxdur. D variantında yoxdur. Y variantında yoxdur. Deməli, B variantı ola bilməz. Python dilində dəyişən adı ola bilər. Deməli, indi bizdən ola bilər halını soruşur. Yəni, bunların heç biri olmamalıdır. A variantında baxıram, hər hansı bir problem yoxdur deyə ola bilər. B variantında ola bilməz, çünki faiz işarəsi var, yəni xüsusi işarədir. C variantına baxıram, 3 ilə başlayır, yəni rəqəmlə başlama halı olduğuna görə C olmaz. D variantı, burada tirə işarəsi istifadə olunub deyə D ola bilməz. Bir saniyə, aha. D ola bilməz. Y variantında eyni haldır, deməli, tirə işarəsi var deyə ola bilməz. Deməli, doğru cavab olacaq A variantı. İndi isə gəlin, dəyişənləri bildikdən sonra dəyişənlərlə bağlı bir neçə şey bilməliyik. Ümumiyyətlə, dəyişənlərin tipi deyilən bir anlayış var. Deməli, dəyişənlərin tipi 3 tipdə ola bilər. Daha doğrusu 2 tipdə. Əslində, çox tipi var, düzünə qalsa, amma biz Pythonda əsasən bu 2 tipə nəzər yetirəcəyik və bir neçə tipi də növbəti videolarda əgər lazım olarsa deyəcəm. Gəlin başlayaq birinci ədəd tipi ilə. Ədəd tipli dəyişənlər. Ədəd tipli dəyişənlər bildiyimiz kimi müxtəlif ədəd tipləri var. Yəni tam ədədlər və həqiqi ədədlər. Tam ədədlər dedikdə hər hansı bir kəsr hissəsi olmayan ədədlərdir. Məsəl üçün -2, 4, 0 və s. Amma həqiqi ədədə isə deməli kəsr hissəsi olan ədədlər daxildir. Yəni -2,7 və yaxud da 4,8 bu şəkildə. Ümumiyyətlə, həqiqi ədədlərə həm də belə bir şey deyə bilərik ki, yəni bu çaşdırıcı hissəsidir Python'un 7,0, yəni 7 tam. Bu həqiqi ədədin özüdür, yəni həqiqi ədəddir. Çünki burada kəsr hissə mövcuddur, 0, yəni olan hissə kəsr hissədir. Ona görə əgər bu şəkildə yazılarsa həqiqi ədəd, əgər bu şəkildə yazılarsa deməli tam ədəddir. Yəni 7 şəklində yazılarsa, .0 qoyulmarsa tam ədəd, bu tipdə yazılarsa həqiqi ədəddir. Deməli, tam ədədləri göstərmək üçün int-dən istifadə olunur, həqiqi ədədləri göstərmək üçün isə float-dan istifadə olunur. Bu nə deməkdir? Ümumiyyətlə,
Dəyişənə biz hər hansı bir dəyərin mənimsədilməsini bildik. Tutaq ki, mən n dəyişəninə mənimsədəcəm 20-ni. Düzdürmü? Artıq burada 20-nin hansı tipdə olduğunu bilirəm. Çünki tam ədədlər kəsirsiz olduğunu bilirəm. Deməli, bu int tipindədir. Int tipində. Və bu int tipində olduğuna görə mən deyirəm ki, bunu başqa cür də yaza bilərəm. Hansı formada? Deməli, n bərabərdir int 20. Bu strukturu yadda saxlayın. Deməli, əgər hər hansı bir şeyi intə çevirmək istəsəm, yəni 20-ni intə çevirmək istəsəm, int 20 şəklində yazıram. Amma float tipində olduğunu göstərməyim üçün tutaq ki, əgər mən 20.0 yazmaq istəyirəmsə, onda nə yazacağam? N bərabərdir int əvəzinə float yazacağıq. Int yazmayacağıq, float yazacağıq. Yəni float. Float 20. Bu qədər. Belə. Deməli, nə olacaq? N bərabərdir float 20. Artıq bunun cavabı bildiyimiz 20-ni verəcək. Bunun cavabı isə 20.0 verəcək. Bunlar ədəd tipləridir. Yəni, mən göstərmək istəyirəmsə ki, 20 float tipində, yəni həqiqət tipindədir, yəni kəsirlidir. Onda n float 20 yazacağım. İndi isə mətn tipli dəyişənlərə gələk. Hər dəfə biz dəyişənə deməli, ədəd tipində bir dəyər verə bilmərəm. Yəni, bu mütləq ki, mətndə olacaq, düzdürmü? Ona görə mən tutaq ki, n dəyişəninə vermək istəyirəm Python sözünü. Düzdürmü? Deməli, Python sözünü verirəmsə və bu Python proqramlaşdırma dili bunu nə kimi anlayır? N-i mətn kimi anlayır. Çünki dırnaq içərisində yazılıb. Yadda saxlayın, dırnaq içərisində yazılanlar mətn tipli dəyərlərdir. Və mən bunu necə göstərə bilərəm? str, yəni string tipində. Ümumiyyətlə, yadda saxlayın ki, str-in açılışı ingilis sözündən stringdən gəlir. Yəni string dəyərləri, mətn dəyərləri. Yəni n-ə Python sözünü, mətnini birləşdirməyim üçün, yəni mənimsətməyim üçün mən bunu dırnaq içərisində yazacağam. Ya da n bərabərdir str, mötərizəni açıram, Python, mötərizəni bağlayıram. Bir saniyə. Bu şəkildə. Bununla bu ifadə, bu və bu ifadə ekvivalentdir. Yəni bir-birinə bərabərdir. Gəlin bir neçə detaylara baxaq. X bərabər dırnaq içərisində 24. Artıq bu 24 ədədi deyil. 2-4 simvollarının birləşməsindən əmələ gələn mətndir. Yəni mətn tipli dəyərdir. Ona görə bunu əgər mən 2-yə vursam 48 alınmaz misal üçün. Amma mən bunu 2-yə vursam 48 alınacaq. Nəyə görə? Çünki bu ədəddir, bu mətndir. Deməli, bu hansı tipdədir? Mətn tipində. Baxıram bura. Bu ədəd tipində. Yəni int yazacağım qısaca. Bu float tipindədir, çünki kəsir var. Bu isə mətn tipindədir, çünki dırnaq içərisində yazılıb. Deməli, mətn olacaq bu. Və bu isə yenə float tipində olacaq, çünki kəsir hissəsi var. Yəni, .0 olmasa kəsir deməkdir. Bu qədər. Ümid edirəm bu hissəni də anladınız. Əgər hər hansı bir sualınız varsa, şərh bölməsində qeyd edin. Çünki anındaca cavab alacaqsınız. Və Pythonda dəyişənləri çap etmək də mümkündür. Yəni, ümumiyyətlə, Pythonda sizin 2 səhifəniz var. Bir bu səhifə, bir isə bu səhifə. Burada siz kodları yazırsınız. Burada isə həmin kodu işlətdikdə alınan nəticəni görürsünüz. Yəni, bu nəticə hissəsidir. Və burada yazdığınız hər hansı bir nəticəni ekrana çap etməyiniz üçün sizə print lazımdır. Yəni, dəyişəni çap etmək üçün sizə print lazımdır. Tutaq ki, hər hansı bir dəyər də ola bilər bu. Mən yazmışam print içərisində Azərbaycan sözü. Deməli, burada artıq Azərbaycan sözü ekrana çap olacaq. Deməli, Azərbaycan artıq çap olunacaq ekrana. Və Azərbaycan bərabərdir Bakı olarsa, print Azərbaycan çap olunarsa, artıq ekrana Azərbaycan yox, Bakı çıxacaq. Nə üçün? Çünki Azərbaycan dəyişəni, deməli, Bakı dəyərindən mənimsədilib, yəni daha doğrusu Bakı dəyəri Azərbaycan dəyişənindən mənimsədilib. Əgər mən Azərbaycan dəyərini mənimsədirəmsə,
Deməli burada artıq Bakı sözü çıxacaq. Deməli doğru cavab olacaq buradan Bakı. Yəni qısacası əgər nəsə çap etmək istəyiriksə, printin içərisində bunu yazmaq lazımdır. Yəni print mötərizə açırıq, nəsə yazırıq, mötərizə bağlayırıq. Yazdığımız nəsə ekrana çap olunacaq. Çalışma 2-yə baxaq. Aşağıdakı verilmiş proqramları yazın. Artıq burada bir proqram yazacağıq. Çünki Dövlət İmtahan Mərkəzində son 3 sual proqram yazma ilə bağlıdır. Yəni siz artıq burada sərbəst şəkildə proqram yazmalısınız. İlk 3 cüt natural ədədi alt-alta çap edən proqramın Python kodunu yazın. Deməli, mən burada 3 dənə bir şey çap edəcəm. Print, mötərizəni açdım. Print, mötərizəni açdım. Bir saniyə. Və print, mötərizəni açdım. Artıq məndən ilk 3 natural ədəd dediyi üçün mən nə edəcəm? İlk 3 dediyi 2, 4, 6-dır. Yəni cütləri istəyir də məndən ilk 3 cüt. Ona görə 2, 4, 6-nı çap edəcəm. Yəni print 2, print 4, print 6. Bu qədər. Deməli bizim kodumuz olacaq bu. Və ekrana çıxacaq 2, 4, 6 bu şəkildə, yəni 6-6 şəkildə. Bu belə. İndi isə ikinci suala baxaq. İnformatika dəyişəninə say sistemləri mətnini mənimsədərək informatika dəyişəni çap edən proqramın Python kodunu yazın. Deməli, informatika bir dəyişənimiz var. Yazaq bura informatika. İnformatika. Deməli, bu dəyişənə nəyi mənimsədəcəm mən? Say sistemləri mətnini və dırnaq içərisində təbii ki. Çünki say sistemləri mətndir. Və ondan sonra bir saniyə dırnağı bağlayıram. Və ondan sonra məndən nə istəyir? İnformatika dəyişəni çap edən. Deməli, print informatika. Deməli, artıq ekrana nə çap olunacaq burada? Say sistemləri. Çünki informatika dəyişəninə say sistemləri mənimsədilib. Və artıq informatikanı çap edirəmsə, deməli, say sistemlərini çap etmiş oluram. Deməli, bizim kodumuz olacaq bu. Və unutmayın ki, hər hansı bir, deməli, yazırıqsa kodu, bu alt-alta, yəni bir, deməli, sütunda yazılmalıdır. Yəni, birini mən buradan yazım, sonra gəlin buradan yazım, o olmaz. Yəni, nizam baxımından düzgün deyil. Dəyişənlərə dəyəri başqa cür necə mənimsədə bilərik? Ümumiyyətlə, bu haqda danışdım. Bir də üzərindən keçək. Tutaq ki, AZ123 bərabərdir fizika mətni. Deməli, AZ123 dəyişəninə fizika mətni mənimsədilib, düzdür? Artıq mən AZ123-ə fizika mətnini başqa cür mənimsədə bilərəm. Deməli, AZ123 bərabərdir STR fizika. Bu şəkildə yazmağım mənim mümkündür. Grade bərabərdir 95. Yenə bunu int tipində olduğunu bilirəm və int 190, daha doğrusu 95 yaza bilərəm. Yəni ikisi də bir-birinə ekvivalentdir. Fraction sözü, fraction'a fract yazacağam qısaca. Və bunun da mən float tipində olduğunu bilirəm, çünki burada kəsir var, yəni .3 var. Onun üçün də mən nə yazacağam? Float -42,3. Yəni bunları başqa cür belə yaza bilərik. Və dəyişənlər və tiplər arasında dəyişmələr mümkündür. Yəni tutaq ki, mən hər hansı bir inti 95 deməli ədədini mən mətnə çevirə bilərəm. Bu nə deməkdir? Yəni biri var bildiyimiz 95 ədədi, biri də var ki 9 və 5 simvollarının yan-yana yazılmasından alınan mətn, yəni dırnaq içərisində, yəni str, string tipi. Bunlar fərqli şeylərdir. Bəs mən bu mətni intə necə çevirə bilərəm? Təbii ki, qarşısına yalnızca deməli int yazaraq. Və bu 95-də dırnaq içərisində olacaq. Bu şəkildə. Artıq bunu 95 ədəd kimi mənimsəyir, yəni anlayır. Deməli 95 mətnini siz artıq intə çevirdikdə onu 95 ədəd kimi qəbul eləyir. Gəlin indi bir neçəsinə baxaq. Deyir A bərabərdir int 35. Görürəm ki 35 mətn tipindədir, düzdür? Və mən onu intə çevirirəmsə, qarşısına int yazdım. Bunun qiyməti nə olacaq? 35, yəni ədəd tipində, düzdürmü? İkinciyə baxaq, float 9. Artıq bu 9-un int olduğunu bilirəm, amma floata çevirəndə nə olacaq? 9.0, yəni bura kəsir lazımdır, düzdürmü?
C variantına baxaq. 30. 30 int tipindədir. Məndən sətrə çevirməyimi istəyir. Deməli, bunun qiyməti nə olacaq? Dırnaq içərisində 3 0. Bu şəkildə. D-yə baxaq. Int 3,5 dırnaq içərisində. Normalda mən intin içərisində 35 yazsaydım, dırnaq içərisində təbii ki, intin içərisində, onda bunu 35-ə rahat çevirərdi. Amma mən 3,5 yazmışamsa, bunu intə çevirə bilməyəcək. Çünki əgər bu dırnaqları götürsə, alınacaq içəridə 3,5. Axı 3,5 int deyil, floatdur. Ona görə mən nə edəcəm? Əvvəlcə bu inti çevirəcəm. Deməli, daha doğrusu bu içərisindəki olan stringi birbaşa çevirəcəm floata və ondan sonra intə çevirəcəm. Yəni, əgər bu bu şəkildə yazılarsa, cavabım nə olacaq? Error. Amma belə yazılarsa, deməli, int, nəyi intə çevirəcəm, baxaq. Floatda yazılmış 3,5 mətni. Deməli, floatda yazılsaydı, mən bunu, deməli, floatda yazılıb, sonra intə çevrilsəydi, bunun cavabı olacaqdı 3. Çünki burada float içərisindəkini görür, bunun içindəkini və deyir ki, dırnaqları götürüm, bunun içindəki ifadəni mən özümə mənsidə bilərəm. Yəni 3,5 yaza bilərəm, çünki mən floatam. Mənə də kəsrlə lazımdır zaten. Və bunun da cavabı olacaq nə? 3,5. Artıq sonra bunu int görür. Deyir ki, int 3,5 şəklində yazmışam və yazdıqdan sonra 3,5-i int şəklində yazsam, kəsr hissəni çıxaracam. Doğru cavabım olacaq nə? 3. Y variantına baxaq. E bərabərdir float, dırnaq içərisində 10. Bunun cavabı olacaq 10,0. Nə üçün? Çünki içəridəkini görür, 10 kimi qəbul edir və onu da içərisində floata çevirir. Doğru cavab olacaq 10,0. F-ə baxsam, int dünya, int bu dünyanı ədədə çevirə bilməz. Yəni, dünya mətndir. Bundan necə ədəd düzəltmək olar? Ona görə bu bizə verəcək error. Deməli, burada da bir errorumuz var. Ümid edirəm, hər şey aydındır. Keçək digərinə. Çalışma 3. Verilmiş proqramların nəticələrini müəyyən edin. Baxın, A variantına baxsaq, print str 384. Burada print nəyisə çap eləyəcək, nəyi? str 384-ü. 384 int tipində, yəni ədəddir. Sətrə çevirsəm, olacaq 384 simvollarının birləşməsindən əmələ gələn mətn. Yəni, qısacası bu şəkildə. Ekranda bu çıxacaq. B variantına baxıram. Azərbaycan bərabərdir mətn şəklində olan 2, 4, 5 simvollarının birləşməsi. Deməli, burada əgər Azərbaycan, indi bura baxın, əsas hissəsi buradır. Print Azərbaycan yazıb. Yəni, siz də doğal olaraq Azərbaycanı görürsünüz və deyirsiniz ki, bu ekranda 245 mətni çap edəcək. Amma əslində elə deyil. Çünki print olunan Azərbaycan dəyişəni deyil. Dırnaq içərisində yazılmış Azərbaycan. Yəni, qısacası Azərbaycan mətninin özüdür. Azərbaycan mətni. Yəni, print Azərbaycan yazmaqla print dırnaq içərisində olmayan Azərbaycanı yazmaq arasında fərq var. Dırnaq içərisində yazılanda artıq bu mətn kimi çıxır. Yəni, buna baxmırıq. Çünki bu artıq mənə lazım deyil. Bu dırnaq içərisində yazılan Azərbaycanı çap eləsəm, yalnız Azərbaycan sözü çap olacaq. Amma print Azərbaycan yazsam, yəni dırnaq içərisində yazmasam, bu o deməkdir ki, Azərbaycan dəyişənini çap elə. Azərbaycan dəyişəninə baxıram. Görürəm ki, bu 245 mətnidir. Deməli, burada ekrana 245 çıxacaq. Amma belə sualın şərtində verildiyi kimi yazılsaydı, yalnız Azərbaycan sözü çap olunacaqdı. C variantına baxaq. Print float 3. 3 int tipindədir. Mən bunu floata çevirsəm, olacaq 3,0. D variantına baxıram. Int dünya. Dünya burada mətn deyil, dünya dəyişəndir. Çünki dırnaq içərisində yazılmayıb. Dünya dəyişəninə baxıram. 365 deməkdir. Mətn tipində və bu dolayısıyla int deməli, mötərizə içərisində dırnaq içərisində olan 365 kimi qəbul olunur və bunu çap eləyəcək. Dırnaq içərisində olan 365-i intə çevirsəm, olacaq 365 və keçək qeyd 1.7-yə. Ümumiyyətlə, biz Python-ı yalnız proqram yazmaq üçün yox, bəzən də kalkulyator kimi istifadə edə bilirik.
Yəni bildiyimiz adi riyazi əməlləri burada tətbiq etmək mümkündür. Amma yazılışları bir tık fərqlənir. Nə üçün? Misal üçün A variantına baxsam, A bərabərdir 2, B bərabərdir 4 olarsa, print A plus B, yəni A plus B nə olacaq? 6. 6-nı çap edəcək. Doğru cavab olacaq 6. B variantına baxıram. A çıxılsın B. A neçədir? 2-dir. B neçədir? 4-dür. Çıxsam -2. -2-ni çap edəcək. C variantına baxsam 2 vurulsun 4. Baxın, bu ulduz işarəsi vurma deməkdir. Ulduz işarəsi vurma deməkdir. 2 vurulsun 4, 8. D variantına baxsam 2 ulduz var. 2 ulduz isə, misal üçün, bu şəkildə yazılış birinci ədəd əsas olur, ikinci ədəd qüvvət olur. Yəni A üstü B. Yəni A neçədir? 2. B neçədir? 4. 2 üstü 4, 16. Y variantına baxaq. A-sı 2-dir, B-si 4-dür. Artıq Y, deməli F və G variantlarına baxsaz, bu H-ə baxmayın, bu onsuz da Y-nin təkrarıdır. Bu 3 variantın üçündə də bölmə istifadə olunub, yəni bölmə şəkli var. Ümumiyyətlə, bölmə nə deməkdir? Pythonda 3 cür bölmə var. Birincisi bildiyimiz bölmə, ikinci 2 dənə slash işarəsi, üçüncü isə faizlə bölmə. Birinci bölmənin mənası odur ki, mən bir şeyi digərinə bölürəm, amma burada olduğu kimi yazıram. Yəni 5-i 2-yə bölsəm, tutaq ki, cavabım nə alınır? 2,5. Düzdürmü? Və bunu 2,5 olaraq yazıram bir slashdə. Bir slashdən bölsəm. Amma 2 slashdən bölsəydim 5-i 2-yə, onda 5-i 2-yə böləndə alınan cavab 2,5-dir. Mən 2 slashdən böldüyüm üçün yalnız tam hissəni yazacağam. Yəni 2 slashın xüsusiyyəti budur. Artıq faizlə bölmə deməkdir. 5-in 2-yə bölünməsindən alınan qalıq istəyir məndən. Yəni 5-i 2-yə böləndə alınan qalıq 1-dirsə, deməli doğru cavab olacaq 1. İndi bura baxıram. 2-ni 4-ə böləndə alınan məndən nə istəyir? Qalıq istəyir. Çünki burada faizlə bölmədir. 2-ni 4-ə böləndə alınan qalıq neçədir? Təbii ki, 2-nin özü. F variantına baxaq. 2-nin 4-ə bölünməsindən alınan tam hissəni istəyir. 2-ni 4-ə böldükdə eləyəcək 0,5. 0,5-in tam hissəsi 0. G-yə baxıram. 2-nin 4-ə bölünməsindən alınan qisməti istəyir məndən. 2-ni 4-ə bölsəm 0,5. Bir slashla yazıldığına görə, çünki tam yazacağam mən bunu. Bu qədər. Deməli, kalkulyator kimi, yəni bütün hesab əməlləri bu qədərdir. Riyaziyyatda olduğu kimi, Pythonda da hesab əməlləri sırası mövcuddur. Yəni biz print içərisində hər hansı bir hesab əməli yazarsaq, o hesabın hesablanması müəyyən bir qaydaya əsasən gedir. Gəlin bu qayda ilə tanış olaq. Birinci qayda mötərizə daxili hesablanmalıdır. İkinci qüvvət, üçüncü vurma və yaxud da bölmə, hansı birinci gələrsə, dördüncü toplama çıxma, bu da həmçinin hansı birinci gələrsə. Gəlin bunu çalışmalar üzərində görək. Misal üçün A variantına baxsam, 2 plus 3 vurulsun 4. Vurma işarəsi, baxın, vurma toplamadan əvvəl gəlib. Ona görə mən birinci bunu görməliyəm. 3 vurulsun 4. 12 üstə gəl 2, 14. İkinciyə baxaq. Misal üçün burada vurma var, amma mötərizə var, düzdürmü? Əvvəlcə mən mötərizəni görməliyəm, çünki mötərizə vurmadan daha əvvəl gəlir. 2 üstə gəlsin 3, 5, 5 vurulsun 4, 20. B-yə baxaq. Print A çıxılsın 3 üstü 2. Baxın, bu qüvvət deməkdir. Qüvvət və çıxma var. Təbii ki, qüvvət çıxmadan əvvəl gəlib. Ona görə qüvvəti birinci görməliyəm. 3 üstü 2 neçə eləyir? 9. Ondan çıxsam 9-unu 1. Və burada mötərizə işarəsi var və qüvvət var. Birinci mötərizə gəlir qüvvətdən əvvəl. Ona görə mötərizəni görməliyəm. 10 çıxılsın 3, 7. 7 üstü 2, 49. C-yə baxaq. Print 8 bölünsün 4 vurulsun 2. Baxın, vurma və bölmə eyni anda gəlir. Yəni, birinci mən bölməni görməliyəm, sonra vurmanı. Yəni, sırayla da hansı sırası o sırayla gələcəm. 8 bölünsün 4. Təbii ki, burada hansı bölmədən istifadə olunub? Bir slashdən. Deməli, mən float tipində çıxaracağım. Yəni, bu arada bunu qeyd edeyim. Əvvəlki səhifədə qeyd eləmədim. Bunu dəftərinizdə hər hansı bir yerdə yazın. Deməli, diqqət. Deməli, diqqət edəcəyimiz isə haradır? Bir slashlə bölmə zamanı cavabım float olacaq. Float, yəni kəsirlə. Amma 2 slashlə bölmə zamanı cavabım int olacaq. Bu nə deməkdir? Əgər mən 8-i bölsəm 2-yə,
Hansı bölmə ilə? Slash-la tutaq ki. Gəlin slash-la yazaq. Əgər 8-i 1 slash-la bölsəm 2-yə, cavabım 4.0 alınacaq. Nə üçün? Çünki float tipində olmalıdır. Amma 2 bölmə ilə bölsəm, cavabım nə olacaq? 4. Çünki int tipindədir. Bu qədər. Və burada da 1 slash-la olduğuna görə 8-i 4-ə böldükdə cavabım 2 yox, 2.0 olacaq. 2.0 da vuracam 2-yə. Doğru cavabım olacaq 4.0. İkinciyə baxıram. 8 bölünsün, yəni 1 slash-la 4 vurulsun 2. Artıq burada mörtəzə olduğuna görə birinci mörtəzəni görürəm. 4 vurulsun 2, 8. 8 1 slash-la bölmə 8 bərabərdir 1.0. D variantına baxaq. D variantına da eyni şeydir. Sadəcə burada qüvvət məsələsi var. Vurma məsələsi var, bir toplama var. Və birinci hansı gəlməlidir? Qüvvət. Çünki hamısından əvvəl qüvvət gəlir. Qüvvəti yerinə yetirəcəm. 4 üstü 2, 16. Və ondan sonra vurma bölmə. 3 vurulsun 16, 48 və toplama 48 plus 2, 50. Deməli, doğru cavab olacaq 50. Gələk bura. Burada qüvvət də var, mörtəzə də var. Hansını birinci görməliyəm? Əvvəlcə mörtəzəni görməliyəm. 2 üstə gəlsin 3 neçə eləyəcək? 5. Artıq mənim misalım belə olacaq. 5 vurulsun 4 üstü 2. Təbii ki, burada mən nə edəcəm? Birinci qüvvəti görməliyəm. Çünki vurmadan öncə qüvvət gəlir. 4 üstü 2, 16. 16 vurulsun 5, 80. Deməli, doğru cavab burada 80 eləyir. Və burada yenə mörtəzəni birinci görməliyəm. Cavab eləyəcək burada 12. Bu hissədə cavab eləyəcək 12. Və ondan sonra qüvvət gəldiyi üçün qüvvəti görəcəm. 12 üstü 2, 144. Və 144 üstə gəlsin 2, 146. Y variantına baxaq. Burada əvvəlcə gəlin mörtəzələri sadələşdirək. 4 plus 2, 6 və deməli qüvvət işarəsi 1 plus 1, 2 vurulsun 3, 1 slash 2 plus 1, 3. Və mən burada qüvvəti hər birindən əvvəl gəldiyini görərək 6 üstü 2-ni hesablayacağım. Yəni 36. Artıq misalım belə olacaq. 36 vurulsun 3, 1 slash 3. Deməli, mənim cavabım nə olacaq? Deyə bilərsiniz 33, amma cavabım 33 deyil. 33.0-dır. Nə üçün? Çünki nəticədə mən bunu 1 slash-la bölürəm. Yəni 33.0 olacaq. Çünki 1 slash-la böldükdə float olacaq. Yəni cavabım misal üçün 4 idi, 4.0 oldu. 33 idi, 33.0 oldu. F variantına baxaq. A-nın qiyməti 2-dir, B-nin qiyməti 3, C-nin qiyməti 4, D-nin qiyməti 5-dir. Məndən bunun cavabını tapmamı istəyir. Əvvəlcə mörtəzəni açaq. A plus B, 2 plus 3, 5. Və qüvvət işarəsi var deyə qüvvət eləməliyəm. C üstü D, C 4-dür, üstü 5 neçə eləyəcək? Deməli 1024. Və vurma işarəsi var deyə, bir də bölmə işarəsi var deyə artıq mən bunu buradan başlayıb həll edəcəm. B vurulsun 1024. B neçədir? 3-dür. 3 vurulsun 1024 neçə eləyəcək? 3000 deməli 72. Artıq mən bunu 1 slash-la 5-ə bölsəm, cavabım eləyəcək nə? Bircə saniyə. Deməli 614,4 bu şəkildə. Və bunun üzərinə A-nı gəlsəm, 2-ni gəlsəm, nə edəcək? 616,4. Bunun cavabı da bu şəkildədir. Qeyd 1.9-a baxaq. Müxtəlif və ya eyni tipli dəyişənlər arasındakı əməllər. Ümumiyyətlə, baxın, biz 4 ilə 6-nı toplaya bilərik. Bəs dırnaq içərisində olan 4 ilə int tipində olan 6-nı toplaya bilərikmi? İndi o suallara cavab üçün bu altdakı suallara baxaq. A variantına davam eləyək. Hər ikisi int tipindədir, düzdür. Int tipində olduğu üçün mən bunları toplayıb 6 yazacağam, yəni rahat şəkildə. B variantına baxıram. 2, 4,5. Yəni bunlar da ədəd tipindədir deyə bunları mən bir-birinə vura bilərəm. Cavab eləyəcək 9. C variantına baxa bilərəm. C-də A bərabərdir dırnaq içərisində 2, B bərabərdir 4. Aha. Burada mən görürəm ki, bu sətr tipində, yəni mətindir. Bu da int tipindədir. Artıq mən bunları toplaya bilmirəm. Bura diqqətli qulaq asın. Sətr tipində olanla int tipində olanı toplaya bilmirəm. Deməli, bu mənə nə verəcək? Error verəcək. Deyəcək ki, sətr ilə int toplamaq mümkün deyil. D-yə baxıram. Amma D-yə də fikir verin. D-də vurma var.
Baxın, əgər sətr tipində olan bir dəyişəni int tipində olan bir dəyişənə vursam, sətr tipində olan dəyişən int qədər təkrarlanacaq. Yəni int nə qədərdir? 5. 2, 5 dəfə yan-yana yazılacaq. Yəni doğru cavabım olacaq 2, 2, 2, 2, 2. Bu şəkildə. Deməli, doğru cavabım oldu bu. Y variantına baxaq. 2,5 vurulsun 2,5 üstə gəlsin 4,5 cavabım eləyəcək 7. Bu da rahat idi. F-ə baxıram. 2 vurulsun 4,5. Yenə dediyim kimi bu mətn tipindədir. Mətn tipində olanı int tipinə vursam, mətnin int qədər təkrarlanacaq. Yəni 4,5 davamınca yenə 4,5. Yəni doğru cavabım olacaq bu şəkildə. 4,5, 4,5 bu şəkildə olacaq. Yəni bu da təbii ki, nədir? Sətr tipindədir, dırnaq içərisində. Gəldim bura. Deməli, mətn tipində olanla ədəd tipində olan dedik toplamaq mümkün deyil. Ona görə bunun cavabı olacaq nə? C variantındakı kimi error. H variantına baxaq. Hər ikisi nədir? Mətn tipindədir. Onları bir-birinə vura bilmərəm. Burada da cavabım nə olacaq? Error. Yəni burada diqqət yetirməyiniz vacibdir. Və I və F-ə baxaq. Bunları nə üçün qırmızı içərisində verdim? Bura xüsusi diqqət ayırın. Bəs mən mətnləri əgər vura bilmirəmsə, bəs toplasam necə olacaq? Toplayanda yadda saxlayın. Bu toplama işarəsi onları yan-yana yazmaq deməkdir. Yəni 2 ilə 5-i yan-yana yazacağam mən. 2 ilə 5-i yan-yana, yəni bu sıra ilə A birinci gəlib deyə 2-ni birinci yazıram, B ikinci gəlib deyə 5-i ikinci yazıram. Bu şəkildə sətr tipli bir dəyişən olacaq. Bəs mən bunları vergüllə ayırsam, yəni A, B. Bu şəkildə vergüllə ayırsam nə olacaq? Print deyir ki, mən bunları arada boşluq olaraq çıxarıram. Deməli, vergülü print susma halına görə boşluq kimi qəbul edir. Yəni 2-ni çap eləyəcək, biraz arada boşluq qoyacaq, yəni bir dənə boşluq qoyacaq və 5-i çap eləyəcək. Bu şəkildə. Deməli, vergül qoyularsa boşluq kimi, üstəgəl qoyularsa isə bitişik şəkildə yazılır sətirlər. Sətr olmasına diqqət eləyin. Sonuncu qeydlə tanış olaq. Şərt bloku deyilən bir anlayış var Python proqramlaşma dilində. Hansı ki, bu şərt blokunu biz deməli, öz fikirlərimizi, hər hansı bir qeydlərimizi yazmaq üçün istifadə edirik. Bunun üçün də şərt blokundan sonra, yəni bu işarədən sonra yazdığımız hər hansı bir qeyd, hər hansı bir yazı kodun gedişatına təsir etmir. Bu nə deməkdir? Gəlin nümunələrə baxaq. Misal üçün A variantında deyir, A bərabərdir 2. Şərt bloku qoyulub, A bərabərdir A plus 5. Deməli, burada siz normal olaraq keçə bilərsiniz. 2 üstə gəlsin 5, 7 edir. Deməli, A-nın yeni qiyməti 7. Amma A-nın yeni qiyməti 7 deyil. Çünki bu şərt blokunda yazılıb. Və şərt blokunda yazılan hər hansı bir dəyişiklik kodun gedişatına təsir eləmir. Onun üçün bunu biz pas keçəcəyik və B variantına baxaq. B bərabərdir 4-ə, daha doğrusu növbəti line-a baxaq. B bərabərdir 4 və print A plus B-ni soruşur. A 2 idi, B 4-dür. Bunların cəmi 6 eləyəcək. Yəni doğru cavab 6. B-yə baxaq. Deməli, şərt bloku daxilində A bərabərdir 2 yazıb. Mən buna baxmayacağam, çünki bu şərt bloku daxilində yazılan hər hansı bir şey kodun gedişatına təsir eləmir. Deməli, B bərabərdir 4,5, print A vurulsun B. Görürəm ki, burada A-nın hər hansı bir qiyməti yoxdur. Ona görə Python bizə error verəcək, yəni undefined variable verəcək. Çünki hər hansı bir təyin olunmuş bir variable, dəyişən yoxdur burada. Yəni A yoxdur burada. C variantına baxıram. A bərabərdir mətndə 2, B bərabərdir 4, C bərabərdir 5, düzdür? İndi məndən deməli, C bərabərdir A vurulsun B plus C-ni soruşur. Və baxıram ki, bu şərt bloku daxilində yazılıb deyə artıq mən bunu da saymıram. Yəni bunu da saymayacağam. Və print C istəyir. C də bərabərdir 5-ə. Yəni doğru cavab olacaq burada 5. Yadda saxlayın. Bu şərt bloku daxilində yazılan, yəni bundan sonra yazılan hər hansı bir şey kodun gedişatına təsir etmir. Və ümumiyyətlə bir neçə şey diqqətinizə çatdırmaq istəyirəm. Birincisi, əvvəlcə, yəni indiyə kimi işlədiyimiz bütün testlərin hər birində gördük ki, Python bizə deməli, kodların hər birində özü daxil edib. Misal üçün A bərabərdir 2, B bərabərdir 4. Yəni fərq etməz. Hər birində dəyişənlərə dəyərləri özü mənimsədib və mənimsədilmiş formada bizə təqdim edib. Bəs əgər sualda soruşarsa ki, deməli,
klaviaturadan daxil edilən və yaxud da istifadəçi tərəfindən daxil edilən hər hansı bir dəyər. Bu şəkildə deyilərsə, ümumiyyətlə biz nə edəcəyik? Biz bilirik ki, input və outputun mənası daxil edilmə, outputun mənası isə xaric edilmə deməkdir. Deməli, print zamanı biz xaric edirik, amma inputla biz ədədləri daxil edirik. Tutaq ki, mən n-ə mənimsətmək istəyirəm hər hansı bir cüt ədədi, amma cüt ədədi istəyirəm ki, istifadəçi daxil eləsin, düzdürmü? Onda mən nə deyəcəm? Deyəcəm ki, input bu şəkildə yazıram. Baxın, əsas skelet, əsas struktur bu şəkildədir. Input və bu şəkildə yazılacaq. Və buradan artıq n-ə hər hansı bir şeyi daxil eləyə bilərsiniz klaviaturadan. Bildiniz necə? Yəni, tutaq ki, burada biz artıq klaviaturadan daxil edirik. Və yaxud da mən n2 deməyəcəm və yaxud da n4 deməyəcəm. Artıq n-ə istənilən ədəd daxil eləmək mümkündür. Yəni, bunu mən bu şəkildə verməyəcəm. Özləri daxil eləyəcəklər. Və bu strukturda nələr var, onları sizin diqqətinizə çatdırım. Ümumiyyətlə, mən bu şəkildə yazsam, n-in qiyməti həmişə STR tipində olacaq. Tutaq ki, mən bu şəkildə yazmışam, düzdür? Bu şəkildə yazmışam və deməli, kodu çalışdırmışam. Məndə ekranda bir kursor verir və bu kursordan sonra bir şey yazmağımı istəyir. Mən də bura tutaq ki, 4 yazıram. Artıq n-in qiyməti 4 yox, dırnaq içərisində 4-dür. Aydındır, dırnaq içərisində 4. Çünki input sətr tipli bir dəyişəni mənimsədilir. Başınız, yəni sətr tipli bir dəyişəni çevirir daxillədiyinizi. Belə, yəni tutaq ki, mən AZ yazsam, artıq bunu AZ sətr tipli kimi daxil eləyəcək n-ə. Əgər mən bunu int-ə çevirməyimi istəsəm, onda çox sadə bir addım var. Int qarşısına yazacağım inputun. Yəni, input yazdığımız bu ifadənin salacağım intin içərisinə. Tutaq ki, mən float-a çevirmək istəyirəm, qarşısına float yazacağım. Bu qədər. Və bir şey nəzərə çatdırım ki, burada mötərizə içərisində olan, baxın diqqətlə bura, mötərizə içərisində olan hər hansı bir şey sizdə ekranda çıxacaq. Yəni, ora siz nə yazsanız ekranda çıxacaq. Yəni, əgər mən tutaq ki, yazıram A bərabərdir, int, input və inputdan sonra mötərizə içərisində yazıram. Təbii ki, bu dırnaq içərisində yazılmalıdır mütləq şəkildə, çünki ekrana çıxır. Yazıram ki, enter the number. Yəni, ədədi daxil edin. Qoşa nöqtə qoyuram və dırnağı bağlayıram. Inputun mötərizəsini bağlayıram və intin mötərizəsini bağlayıram. Bu şəkildə. Artıq mən bunu çalışdırsam, ekranda belə bir mənzərə yaranacaq. Bura baxın. Mənzərə belə olacaq. Deməli, enter yazdığım, bu dırnaq içərisində yazdığım söz deməli ekrana çıxacaq. Tutaq ki, qısaca yazıram. Qoşa nöqtə və burada kursor dayanacaq. Və mənə deyəcək ki, bir şey yazmalısan sən bura. Artıq mən yazıram, tutaq ki, 5. Artıq burada proqram A-nın qiymətini dırnaq içərisində yox, sadəcə 5 kimi qəbul edəcək. Nə üçün? Çünki int tipindədir artıq, yəni ədəd tipindədir. Bu qədər. İndi isə gəlin suallara baxaq. Möhkəmləndirmə testləri. Test 1. Aşağıdakı kodların icrasından sonra nəyin ekrana çap ediləcəyini müəyyən edin. Tutaq ki, A-ya baxaq. A testində verib ki, A-nı 10-a, B-ni isə 20-yə mənimsət. Yəni, A-nın qiymətini görürsünüz, birinci gəldiyi üçün 10-a mənimsədiləcək, B-nin qiyməti isə 20-yə. Deməli, A 10-uymuş, B neçədir? B-dəki 20-dir. Bircə saniyə. Aha. B-nin qiyməti oldu 20. Və məndən soruşur ki, STR A plus B, baxın, bu A plus B ifadəsini sətrə çevirməyimi istəyir. Yəni, mətn tipli olmasını istəyir. A plus B 10-la 20-nin cəmi 30. Artıq qiymətim sətrə çevrildikdən sonra, yəni mətnə çevrildikdən sonra 30 yox, 3 ilə 0-ın birləşməsindən əmələ gələn mətnə çevriləcək. Və mən bunu 2-yə vursam, baxın, bir sətr tipli dəyişən, bir də deməli, int tipli dəyişən. Bunları bir-birinə vurda necə olurdu? Mətn tipli bir dəyişən artıq int qədər təkrarlanır. Yəni, 2 dənə 30-u yan-yana yazacağım mən. Bu şəkildə.
Dırnaq içərisində təbii ki. Deməli, bunun cavabı olacaq 30, 30 yan-yana. B-yə baxaq. A 3-dür, B dırnaq içərisində 5-dir. Mənə deyir ki, A-nı B-yə vur, sonra int-ə çevir. Ondan sonra 111-ə böl. Amma tam bölmə şəklində də, yəni tam hissəsi düşsün. A-nı B-yə vuracam. 3-ü vuracam 5-ə. Biri int tipli, biri sətr tipli. Bunları bir-birinə vursam, mətn tipli dəyişən int qədər təkrarlanacaq. Yəni 5, 5, 5. Və təbii ki, bu sətr tiplidir. Və bunu int-ə çevirməyimi istəyir. Deməli, bunun qiyməti int-ə çevriləcək. Və artıq bu nə olacaq? Sətr tipli, yəni mətn tipli yox. Olacaq 5, 5, 5. 555. Və məndən bunu 111-ə tam bölməyimi istəyir. Tam böldüyüm üçün cavabım 5 olacaq. Yəni qətiyyən 5.0 deməyin. Çünki bu hissə olmayacaq. Çünki tam bölmədir. 2 slash olduqda int tipində qaytarır. Yəni 5 olacaq. C-yə baxaq. A-ya deməli mətn tipli 2, B-yə isə mətn tipli 5 veribdir. Mənə deyir ki, gəlin bu suala ətraflı baxaq. Deməli, mötərizənin içini həll eləyəcəm buradan. Buradan da int A-nı vuracam B-yə. Alınan cavabı int-ə çevirəcəm. Bircə saniyə. Alınan cavabı int-ə çevirəcəm və ondan sonra onu böləcəm qalıqlı bölməklə, yəni qalığı tapan bölməklə int A plus B-yə. Gəlin bunu birinci tapaq. A plus B 2 ilə 5-i sətr tiplidir. Toplayana nə olacaq? Yana yazılmış olacaq. Yəni arada heç bir boşluq olmayacaq. Amma vergüllə yazılsaydı, deməli arada bir boşluq olacaqdı. Amma toplayanda olmur. 2 5 mətn olacaq, düzdür? Bu şəkildə. Və mən bunu int-ə çevirəcəm. Onda nə olacaq? 25 ədədi olacaq. Və gəldim bura. Int A-nı. A nədir öz-özlüyündə? Sətr tiplidir, yəni stringdir. Int-ə çevirsəm nə olacaq? Ədədin özü, yəni 2. 2-ni vuracam B-yə. Yəni 2-ni vuracam mətn B-yə. B-yə baxın. 5. Düzdürmü? 2-ni 5-ə vursam, int qədər mətn təkrarlanacaq. Yəni 5, 5 olacaq. Və məndən alınan nəticəni int-ə çevirməyimi istəyir. Yəni bunu int-ə çevirsəm, buradakı ifadəni, bir saniyə. Bunu int-ə çevirsəm olacaq nə? 55-in özü. Deməli, buradakı ifadənin nəticəsi nə oldu? 55. Mətn ədəd tipli. Və 55-i də məndən nə istəyir? 55-i də qalıqlı bölməklə 25-ə bölməyimi istəyir. Yəni dolayısıyla doğru cavab olacaq 5. Çünki qalıq 5-dir. Davam eləyək. Aşağıdakı kodların icrasından sonra nəyin ekrana çap ediləcəyini müəyyən edin. Gəlin baxaq. A variantı ilə davam eləyək. Baxaq burada deməli biraz qarışıq görünür, amma bunu sadələşdirməyə başlayaq. B vurulsun C. B-nin qiymətinə baxıram, ikinci yerə dayanıb. Deməli burada mətn tipli 3. Deməli mətn tipli 3 vurulsun nə? C. C neçədir? Üçüncü yerə dayanıb. Deməli 2 imiş. 3 vurulsun 2, amma 3 mətn tiplidir. Deməli 3 2 dəfə təkrarlanacaq. Bu şəkildə olacaq. Və bunu int-ə çevirməyimi istəyir. Əgər mən bunu int-ə çevirsəm, bir saniyə. Bunu int-ə çevirsəm olacaq 33. Deməli bunun qiyməti nə oldu? 33. Artıq 33-ü A-ya vursam, A neçədir? 3-dür. 3-ü 33-ə vursam 99. Deməli bunun qiyməti 99-dur. Artıq məncə ümumiyyətlə ehtiyac yoxdur bunu hesablamağa. Çünki maraqlı bir şey gördüm artıq sualda. Çünki böyük ehtimal imtahana bu şəkildə düşər, amma vaxtınız itirilməsi üçün düşə bilər bu sual. Amma belə ki, qısa yolu var. Mən baxıram, burada nəticədə bunun cavabı nə olacaq? STR tipli. Bəs bunun cavabı nə olacaq? Int tipli. Yəni biri mətindir, biri STR-dir. Bunları mən toplasam nəticədə nə olacaq? Error. Yəni heç digərlərini hesablamağa ehtiyac yoxdur. Yəni cavabım errordur. Çünki int tipli ilə STR tiplini toplasam cavabım error çıxacaq. Toplamaq mümkün deyil. B variantına baxaq. K1-ə verib 5, K2-yə verib 4, K3-ə verib 3. K1-in qiymətinə baxıram, yeni qiyməti K3-dür. Yəni K3 neçə idi? 3 imiş. Deməli K1-in qiyməti nə oldu? 3. K2-nin qiyməti də ki K1-dir. Düzdürmü? K1-in qiymətinə baxıram 5. Deməli K2 nə imiş? 5 imiş. Gəlin elə oradan yox.
buradan yazaq. Deməli, K1 bərabərdir 3, K2 bərabərdir 5, K3 bərabərdir K2-yə, K2 neçədir? 4-dür. Deməli 4-dür burada. Məndən nəyi soruşur? K bərabərdir. K1 vurulsun 2. Deməli K1 neçədir? 3-dür. Vuracam 2-yə 6. Deməli 6 alındı. K3 neçədir? 4-dür. Üzərinə gəl 4. Üzərinə gəlsin K3 vurulsun 3. K3 neçə idi? 4 idi. 4 vurulsun 3, 12. Deməli, cavabım eləyəcək 22. Deməli, K-nın qiyməti nə oldu? 22. Məndən də print K istəyir. Deməli, doğru cavab 22 çıxacaq. C variantına baxaq. K1-in qiyməti mətn tipində 15. K2-nin qiyməti ədəd tipində 4. K3-ün qiyməti mətn tipində 7 olacaq. A bərabərdir K1. Üstə gəlinsin sətr tipli K2. Üstə gəlsin K3. Mən görürəm ki, K1 mətn tiplidir. K2 ədədi idi, amma bunu STR elədilər. Yəni mətn tipinə çevirdilər. Oldu nə? Bu mətn tipində olacaq. Yəni mətn tipində 4. Deməli, bunu mətn tipinə çevirdilər. Və K3 nədir? Yenə mətn tipindədir. Mətn tipində 7. Bunları toplamaq istəyir. Mətn tipli ifadələri toplayanda artıq mən onları yan-yana yazacağım. Yəni, K1-in qiyməti 15 idi. 1, 5 yan-yana yazdım. K2-nin qiyməti olacaq 4, amma mətnə çevirdi deyə 4 mətn tipində yazıram. K3 isə 7. Və bunları yan-yana yazanda cavabım alındı bu şəkildə. Və bunun qiyməti nə imiş? A imiş. Deməli, bunun qiyməti A imiş. Və məndən print 2 vurulsun A-nı istəyir. A neçədir? 1, 5, 4, 7 mətn tipində, düzdür? Bunu 2-yə vursam əgər mən, cavabım 3000 nə qədərsə və 2000 nə qədərsə, yəni nəsə bunun 2 qatı eləməyəcək. Çünki bu sətr tiplidir. Sətr tipli int qədər təkrarlanacaq. Yəni 1, 5, 4, 7. Bir də 1, 5, 4, 7. Ümid edirəm aydındır. D variantına baxaq. Yəni təbii ki, bu da mətn tipli olacaq. Bunu da qeyd eləyək. D variantına baxaq. X-in qiyməti 0,5, Y-in qiyməti isə 2-dir. Baxın, X-in qiyməti 0,5, Y-in qiyməti isə 2-dir. Vergüldən ayrılıblar. X bərabərdir X vurulsun 2. X nə qədər idi? Baxıram 0,5. 2-yə vursam 1. Artıq mən bu şərh blokuna baxmayacağım. Çünki şərh bloku lazımsızdır. Yəni ilk hissədə şərh bloku gördüyüm üçün o lazımsız gəldi. Ona görə kodun digər hissəsinə təsir eləmir deyə sildim. Print int str x vurulsun 2 və bunu int-ə çevirir. Bu ifadəni baxın int-ə çevirir. Ondan sonra y üzərinə qüvvətə yüksəldir. Nə deməkdir bu? Yəni x nə idi? 1 idi. 1-i str-ə çevirsəm mətn tipli 1 olacaq. Və mən bunu 2-yə vursam nə olacaq? 1, 1. 2-dən yəni 1 təkrarlanacaq. Düzdürmü? Və mən bunu int-ə çevirsəm artıq olacaq bu yenə ədəd. 11-i qüvvətə yüksəltsəm hansı dərəcədən? Y dərəcədən. Y neçə idi? 2 idi. Cavab eləyəcək 121. Və məndən bunu çap eləməyimi istəyir. Yəni 121-i çap eləyəcəm. İndi isə imtahana düşmüş testləri həll eləyəcəyik. Təxmini burada 11 test var. Test 1-dən davam eləyək. Python ilə yazılmış proqramın nəticəsini müəyyən eləyin. X bərabərdir 2. 2 təbii ki, burada mətn tipindədir. Y bərabərdir Python. Bu da mətn tipindədir. Məndən X plus Y istəyir. Burada da ki, əgər sətirləri, yəni mətn tipli olan dəyişənləri toplasam, yanına yazmış olacağım. Yəni X 2 olacaq. X yenə 2 olacaq. Y isə Python. Yəni bu şəkildə cavab alınacaq. 2-yə baxaq. Python ilə yazılmış proqramın nəticəsini müəyyən eləyin. Deməli, A-nın qiyməti 16, B-nin qiyməti 52. Görürəm ki, burada vergüllü ifadələr var. Yəni vergül var, vergül var. Burada da vergül var, vergül var, vergül var. Və görürəm ki, burada dırnaq içərisində yazılıb. Yəni bu bizim A deyil. Deməli, A-nı mən mətn şəklində çap eləyəcəm. A-nı çap elədim. Və görürəm ki, vergül qoyulub. Deməli, burada bir boşluq var. Çünki sətr tipliləri vergüldən ayıranda susma halına görə boşluq qoyur. Sonra, burada üstəgəl işarəsi var. Boşluqdan sonra üstəgəl işarəsi olacaq. Və yenə boşluq var. Deməli, yenə boşluq, vergül var. Yəni, deməli, boşluq olacaq. Və B-yə baxıram. B artıq burada mətn tipli deyil. Dəyişənin özüdür. Yəni, 52. 52.
və yenə vergül varsa boşluq var. Ondan sonra bərabərdir işarəsi gəlir. Ondan sonra vergül var, deməli boşluq var. A-ya baxıram burada. A uje burada nə olur? Dəyişən. Bircə saniyə. Burada A, deməli, vergül işarəsinə baxıram. Yəni diqqətli bura ayıraq. Vergül işarəsinə baxıram. Bərabərlikdən sonra vergül işarəsini görürəm və ondan sonra deyirəm ki, buradakı dırnaq içərisində yazılan bu ifadə mətn imiş. Yəni A plus deməkdir. Aydındır? A plus mətni. Və vergül qoyub deyə boşluq olacaq və B. B neçədir? 52. Bu qədər. Deməli, mənim doğru cavabım olacaq bu. Yəni ekrana bu çap olacaq. Gəldim test 3-ə. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. X bərabərdir 8 plus 2 vurulsun 5. Deməli, 2-ni 5-ə vuracam 10. Üstünə gələcəm 8, 18. Deməli, X-in qiyməti nə oldu? 18. Y-ə baxıram. X qalıqlı bölmə bölünsün 10. Üstə gəlsin 14. X neçə idi? 18. 18-i 10-a böldükdə alınan qalıq 8. 8 üstə gəlsin 14, 22. Gəldim bura. Burada deyir ki, Y-in 10-a bölünməsindən alınan tam hissə. Y neçədir? 22. 10-a bölünməsindən alınan tam hissə 2. 2 üstə gəlsin 3, 5. Və S-yə tapmağa çalışıram. X neçədir? 5. Bax, X bu qiymətə qayıtmıram. X-in bu qiymətinə qayıtmıram. Nə üçün? Çünki artıq yenilənmiş qiymət 5-dir. 5 çıxılsın. Y neçədir? 22. Cavabım eləyəcək -17. Deməli, S-ni çap eləməyimi istəyir. S-dəki -17. Test 4-ə baxaq. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. A bərabərdir 5, B bərabərdir 3, C bərabərdir A vurulsun B. A-nın qiyməti 5-dir, B-ninki 3-dür. A vurulsun B olacaq nə? 15. Və mənə deyir ki, A bərabərdir, C çıxılsın B. C neçə idi? 15 idi. B neçə idi? 3-dür. 15-dən 3 çıxsam 12. Deməli, A-nın yeni qiyməti nə oldu? 12 oldu. Və B bərabər, yəni B-nin yeni qiyməti A plus C-dir. A-ya baxıram, sonuncu A-ya 12. C-yə baxıram, gəlirəm bura, görürəm ki 15. Bunları toplasam 27. Mənə deyir ki, A vurulsun B. A neçədir? 12. B neçədir? 27. Deməli, bunları bir-birinə vursam, cavab çıxacaq. Bu qədər. Test 5-ə baxaq. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. Burada əsas məsələ odur ki, siz sıranı tuta bilirsiniz, yoxsa yox. Baxıram. Burada əvvəlcə mötərizənin için həll etməliyəm. Yəni, bu mötərizənin içində həll etməliyəm. 4 üstü 4 neçə eləyir? 256. 44-ün 256-ya bölünməsindən alınan qalığı tapmağımı istəyir məndən. Çünki bu faizlə bölmə qalıqdır. Yəni, 44 faizlə bölmə bölünsün 256. Nə eləyəcək? Deməli, 44 eləyəcək. Və 44-ün 4-ə bölünməsindən alınan tam hissəni istəyir məndən. Yəni, 44 tam bölmə 4. Cavab eləyəcək 11. Test 6-ya baxaq. Rəqəm simvolları hansı ardıcıllıqla klaviaturadan daxil edilməlidir ki, proqramın icrasından sonra ekrana 256 yazısı çıxsın? Mən burada görürəm ki, A-ya input mənimsədilib, B-yə də input mənimsədilib, C-yə də input mənimsədilib. Yəni, A-ya, B-yə, C-yə deməli, ardıcıl olaraq bir ədədlər mənimsədilib, düzdür? Və bu ədədlərin tipi nədir? Sətr tipli, yəni mətn tiplidir. Inputdan görürəm ki, mətindir. Əgər bunun qarşısında int və yaxud da float əlavə olunsaydı, uyğun olaraq int tipində və yaxud da float tipində olacaqdı. Və mənə deyir ki, deməli, bunlar sətr tiplidir və mənə deyir ki, C plus A plus B 256 olsun, yəni print eləsin bunu. Və mən bilirəm ki, C, A, B-nin tipi mətn tiplidir, düzdür? Ona görə mən bunları toplasam, yanına yazmış olacam. Deməli, C, A, B-ni yanına yazmış olacam. O da 256 verəcək bizə. Deməli, C neçəymiş buradan görürəm? 2. A neçəymiş? A-nın yerində nədir? Baxıram ki, 5. Bir saniyə. Və B-nin qiyməti neçəymiş? 6. Deməli, mən hansı ardıcılıqla daxil eləməliyəm? A neçəymiş? 5. 5-i daxil eləyəcəm. Sonra B-ni daxil eləməliyəm. 6. Sonra isə C-ni 2. Cavab 5, 6, 2. Bu şəkildə. Test 7-yə baxaq. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. X-in qiyməti mətn tipli 12.
Y-in qiyməti mətn tipli 13. Z bərabərdir x plus 2 vurulsun y. Görürəm ki, burada y mətn tipli 13-dür. Vurulsun 2-də, yəni bu o deməkdir ki, mətn int qədər, yəni 2 qədər təkrarlanacaq. Yəni 13, 13 olacaq. Bu mətn tiplidir və bunun qarşısına nə yazıbdır? X plus, yəni x neçədir? 12. Bunları toplamağımı istəyir. Mən də bunları yana-yana yazacağım, çünki sətr tipləri toplayanda yana-yana yazmaq lazımdır. Doğru cavab olacaq bu. Yəni z istəyir deyə, z də buna bərabərdir. Print z eləyəndə bu çıxacaq ekrana. Test 8. Klaviaturadan 4 ədədi daxil edilərsə, Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. Deməli, klaviaturadan 4 ədədi daxil edilərsə, baxıram ki, A int input düzdür. Deməli, A-nın qiyməti int tipində olacaq. Nə daxil edəsəm? A-ya 4 ədədi daxil edilirsə, deməli, A nə olacaq? Int tipində 4. B 8-dir. Deməli, yeni B-nin qiyməti nə olacaq? 14 plus A vurulsun B. A vurulsun B neçədir? 4 vurulsun 8, 32. 32 üstə gəlsin 14, nə eləyəcək? 46 eləyəcək. Deməli, B oldu nə? Deməli, 46. Və A-nın yeni qiyməti bərabərdir. B bölünsün, amma 1 slash ilə bölmədə, yəni ona diqqət eləyək. 23 vurulsun A. Deməli, B-ni 23-ə bölsəm, yəni 46-nı 24-ə bölsəm, cavabım 2 yox, 2.0 olacaq. Nə üçün? Çünki burada 1 slash ilə bölmə var. Və bu da float tipində qaytarır. Artıq mən bunu A-ya vuracam. A-ya vurmağımı istəyir. A neçədir? 4. Bunu da vursam, cavab eləyəcək burada 8.0. Və mənə deyir ki, print A-la B-ni çap elə. Yəni A-nı çap elə, sonra B-ni çap elə. A-ya baxıram, nədir qiyməti? 8.0-dır. Və vergül var deyə arada boşluq olacaq və B-nin qiyməti nə qədərdir? 46. Deməli, 8.0 boşluq, 46. Bu şəkildə. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. Ümumiyyətlə, bu sual da həmçinin sizin əməl sıranızı bilib-bilmədiyinizi yoxlayır. Burada deyir ki, deməli, birinci bölmə var, üçüncü də bölmə var. Yəni, bölmənin hansı birinci gələcəyini, gəlməyəcəyini yoxlamaq istəyir ki, yəni bu əməl sırasında birinci gələn var, yoxsa yoxdur. Təbii ki, biz də bilirik ki, vurma və yaxud da bölmə bir deməli, mərhələdə baş verir və onun üçün də biz burada birinci bölmə hansı gəlirsə oradan başlayırıq. Yəni x bölünsün y, 240 bölünsün 5. Hansı bölmədir bu? Tam bölmədir. Deməli 245-ə bölsəm cavab eləyəcək 48. 48-i yenə tam böləcəm nəyə? Y-yə, yəni 5-ə. 5-ə böldükdə alınan tam hissə neçə olacaq? 9. Düzdürmü? 9-u artıq mən nəyə böləcəm? 5-ə, amma necə 5-ə böləcəm? Qalıqlı bölmə ilə. Deməli, 5-ə bölsəm, mənim qalığım neçə eləyəcək? Deməli, eləyəcək buradan 4. Deməli, doğru cavab olacaq 4. Gəldim test 10-a. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. Burada artıq görürəm ki, 2 dənə qüvvət var, amma birində mörtəzə verilib. Deməli, mən birinci mörtəzəni görəcəm. 3 üstü 2. 9. Artıq 2 üstü 9 neçə edəcək? 512. Bu şəkildə. Belə. Və test 11-ə gəldik. Python-da yazılmış proqramın nəticəsini müəyyən eləyin. x1 bərabərdir 20, x2 bərabərdir 12 plus x1. Yəni x1 neçədir? 20-dir. 12 plus 20, 32. x3 nəyə bərabərdir? x1 vurulsun x2. x1 nədir? 20-dir. x2 nədir? 32-dir. 32-ni 20-yə vursam neçə eləyəcək? 640 eləyəcək. Deməli, x3 də 640-dır. x2-yə baxacam. x2 neçədir? 32-dir. Deməli, x2 32. 32 vurulsun 5, 160. Və x1-in yeni qiyməti nə oldu? Baxıram, x1-in yeni qiyməti 20-dir. Bircə saniyə, x1-i tapmaq üçün, yeni qiymətini tapmaq üçün x1-dən çıxacam, yəni 20-dən çıxacam x2-ni. x2-yə bura baxmıram, təbii ki, bura baxacam, yəni sonuncu qiymətə. x1 neçədir? 20-dir. Çıxılsın, x2 neçədir? 160. Çıxdıqda cavab eləyəcək -140. Və son olaraq x4 bərabərdir. Bu x1, x2, x3-ün cəmi. Danışa bilmədim. x1, x2 və x3-ün cəmi. x1 neçədir? -140. x2 neçədir? 160. x3 neçədir? 640.
və bunları toplasam, deməli 140, 160 olacaq buradan 20. 20 plus 640 o da gələcək 660. Bugünkü video bu qədər və ümid edirəm video maraqlı və öyrədici oldu. Və siz bu ilk dərslə bağlı olan tapşırıqları əldə etmək üçün deməli bizim description hissədə olan WhatsApp kanalımıza gedirsiniz və orada tapşırığı tələb edirsiniz və sizə PDF olaraq göndəriləcək. Bu qədər. Hələlik növbəti videoda görüşərik.